Aha. Danış, oxu görək qaydan nədir? Biləm. Cümlə sonunda Ay, doğru sağ ol. işarələr, Bax, elə qəşəng yaz. yox, Bu lap cümlənin superdir. məqsədi və danışıq haqqında məlumat verir. Nəqli cümlə xəbər vermək məqsədi daşıyır. Sonunda nöqtə qoyulur. Səmra ilə Aytən bir sinifdə oxuyurlar. Sual cümləsi. Xəbər almaq məqsədi daşıyır. Sonunda sual işarəsi qoyulur. Konsept xoşuma gəldi. Qələmləri yoxlayanda yazıram bura. Ha. Əmr cümləsi xahiş göstəriş ifadə edir. Sonunda nöqtə qoyulur. Sən səsi sevərsən edərək. Nida cümləsi müəyyən varlıq və ya hadisə ilə bağlı duyğu, heyranlıq, sevinç, Super. təəccüb, arzu və s. ifadə edir. Sonunda nida işarəsi qoyulur. Balaca qızdır, gör necə ifadə edir. Nida cümləsi nə bildirir? Nida cümləsi xəbər, nədir? Hiss, həyəcan. Qorxu. İnsan emosiyalarını ifadə edir də, emosiyaların. Emosiya nə deməkdir? Hisslərini. Yəni insan əsəbləşə də bilər, sevinə də bilər, ağlaya da bilər. Hiss və həyəcanlarını əla, super. Hə, ifadə edir. Və sonda nə qoyulur? Həmin cümlələrdən nida işarəsi. Bəzən uşaqlar nida cümlələrini çox gözəl başa düşür. Çünki asandır, düzdür. Amma əmr cümləsi ilə nəqli cümləni qarışdırır. Normal təsdiq nəqli cümləni. Niyə qarışdırır? Çünki hər ikisinin sonunda nöqtə qoyulur. Məsələn, sual işarəsi ilə nida, sual cümləsi ilə nida cümləsi qarışdırmaq mümkün deyil. Çünki onların özünün demək işarələri var. Sual işarəsi, nida işarəsi. Amma əmr cümləsi ilə nəqli cümləni qarışdırırlar. Çünki hər ikisinin də sonunda nöqtə qoyulur. Bəs uşaqlar nə etsin ki, əmr cümləsi ilə nəqli cümləni, adi nəqli təsdiq cümləni qarışdırmasınlar. Nəqli cümlə adi bir cümlədir. Əmr cümləsindəki bir göstəriş verirsən. Məsələn, get zibili at. Zibili yerə atma. Get dərsini oxu. Telefonu qoy kənara. Sonra Xahiş də bildirər amma. Get çörək al. Xahiş də bildirir. Tək əmr, belə ruslar demiş, zakonlu deyil də cümlələrimiz. Zibili zəhmət olmasa get çörək al. Ola bilər, yəni bu biraz bəli, nəzakətli formada da deyilə bilər. Ümumiyyətcə o demək əsas odur ki, sözün kəsəri olsun. Bunu etsən yaxşı olar. Məsləhət də bildirir axı. Əmr cümlələri əmr, məsləhət, xahiş bildirir. Xahiş. Orada zəhmət olmasa da ola bilər. Biraz kəskin formada da deyə bilərsən, sözü biraz yumşaq formada da deyə bilərsən. Amma sən demiş nəqli cümlə, adi nəqli cümlə, sıradan bir cümlədir məsəl üçün. Məsələn deyirsən ki, mən hər gün yuxudan oyanıram. Nöqtə. Hə, oxuyuram. Normal, yəni gündəlik həyatdan götürdüyümüz normal cümlələrdir. Burada kiməsə nə əmr vermirsən, nə xahiş, nə göstəriş, nə məsləhət və s. Demək, oradakı çalışmaları özün yaza bilərsən, bir neçəsini seç özün üçün. Çünki tətildir, dəftərimizi açırıq. Heç bir müəllim etiraz eləməz ki, o uşaq biraz artıq çalışma yazır və yaxud da ki, hansısa bir çalışmanı yazır. Əksinə, o müəllim, mən özüm müəllim olaraq bilirəm ki, mən uşaq desə ki, mən filan çalışmanı yazıram, nə gözəl. Demək, həmin uşaq oxumağa cəhd edir və istəmir ki, hər hansısa bir çalışma orada boş qalsın. Başa düşdün? Əsəbləşməz. Heç bir müəllim ona əsəbləşməz. Çox oxuyan uşağa heç bir müəllim əsəbləşmir. Yazmayan da əsəbləşə bilər. Düzdür, müəllim orada məktəbdə desə ki, C çalışmasını yazsa, sən Ç yazsa, müəllim o zaman əsəbləşər ki, mən sənə demişdim C-ni yaz, sən niyə öz başına Ç-ni yazmısan? Amma mən elə belə oturmuşam tətil müddətində, çalışmaları işləmişəm, ona əsəbləşən müəllim. Kim əsəbləşsə, gəl şəxsən o şeyi mənə gəldiylə, mən gedib o müəllimlə danışacağım, sözümü deyəcəm ki, yazdığımı demirəm ki, yaz. Görsən deyirəm yazdığını yaz. Deyirəm yazmadığımızı. Açırsan səhifənin o biri tərəfini, keçilənlərin təkrarı ümumiləşdirici tapşırıq odur ki, indiyənə kimi nə keçmisiniz, onların təkrarıdır. Açırsan çalışma dəftərini, biraz cəld ol, Azərbaycan dili çalışma dəftərini, indi yazdığın bugünün tarixini yazırsan, qəşəng səliqə ilə dəftərə gətirirsən. Hə, get gətir. Hə, bütün dəftərlərini gətir. Ay, nə gözəl yazırsan sən. Ay, maşallah, maşallah. Bu nə ağıllı uşaqdır. Bu nə gözəl yazılar yazır. Qəşəngdir, qəşəngdir. Eləsi var, superdir. Bilirsən ki, mən yalan danışmağı xoşlamıram da, yalanla tərifləməyi. Eləsi var, superdir. Eləsi var, normaldır. İndi getdikcə daha da qəşəng yazacaqsan. Bax, bu lap əla, lap qəşəng. Mən üçün burada yazdığın lap superdir. Çox qəşəng, xoşuma gəldi. Maşallah olsun.
Sən biraz elə bir kənara çəkir ki, bir-birinizə mane olmayaq. Çünki Turan da yazı yazır. Və hansısa hal-hazırda istifadə etmədiyin kitabı bir balaca kənara qoyursan ki. Əla, maşallah, maşallah. Nə gözəl yazırsan, ay Turan. Qaralama etmədən, səliqəli surətdə yazırsan.